Bugün bu notebookun termopastasını dəyişdirəcəm. Bu notebook öz istifadə etdiyim notebookdur. Notebooku təmir üçün əvvəlcə bizə bir ədəd təbii ki vintaçan lazımdır. Bunun əlavə termopasta mütləqdir. Mən bu markanı istifadə edirəm. Fərqi yoxdur, siz daha yaxşılarını istifadə edə bilərsiniz. Əvvəlcə onu deyim ki, bu barədə heç bir bacarığınız yoxdursa, çalışın özünüz etməyin. Ustaya müraciət edin. Əks halda notebook sıradan çıxa bilər. Notebooku söktükdən sonra ekran kartını və çipin yerləşdiyi hissədə vintləri açıram. Soyutma məhz burada olur. Daha öncə istifadə etdiyim termopasta uzun müddət keçməsinə baxmayaraq dəyişdirmək istədim. Çünki termopasta artıq 2 ildən çox idi məndə idi və bir qədər keyfiyyətini itirmişdi. Düşündüm yeni termopasta alsam daha yaxşı olar. Köhnə termopastanı silmək üçün nəm salfet və quru salfet istifadə edəcəm. Həmçinin bəzi yerlərdə diş fırçası da mənə lazım ola bilər. Təmizləməni həyata keçirdikdən sonra həm borunu, həm də çipləri quruduram. Daha sonra çox az miqdarda termopasta tətbiq edirəm. Mən bu formada tətbiq edirəm. Hərə bir cür edir. Yəni bu ustadan ustaya ya da şəxsin özünün istəyinə görə dəyişə bilər. Mən bacardığım qədər az istifadə edirəm. Çünki daha öncə istifadə etdiklərimə nəzərən görmüşəm ki, nə qədər çox istifadə etsəm, bir o qədər də soyutma sistemində problem yaranır. Termopastanı vurduqdan sonra soyutma borusunu yerinə yerləşdirirəm və vintləri bir-bir bağlayacağam. Burada diqqətli olmaq lazımdır, çünki göstərəcəm yaxından. Boruların üzərində vintlərin bağlanacağı hissədə rəqəmlər var. Bu rəqəmlərə sırayla vintləri bağlamaq lazımdır. Bu zaman termopastada daha yaxşı yerinə oturacaq. Yayılıb kənara çıxma ehtimalı da azalır. Mən bütün vintləri bir-bir sıxa-sıxa bağlamışam. Çünki düşünürəm ki, bu formada termopasta kənara çıxmaz. İşim bitdikdən sonra notebookun korpusunu da yerinə yerləşdirirəm və digər bütün vintləri də bağlamaq şərti ilə işi bitirirəm. Xatırladım ki, mən usta deyiləm və sırf bu işlə məşğul olmuram. Sadəcə olaraq öz notebookumu və kompüterimi özüm təmin edirəm bəzi hallarda. Həmçinin termopasta dəyişimi və ya format atmaq kimi işləri özüm edirəm. Bu baxımdan bu prosesi video çəkmək istədim və sizlərə göstərmək istədim. Ümid edirəm bəyənərsiniz və bəyənmirsinizsə mütləq şəkildə abunə olmağı, paylaşmağı unutmayın. Əvvəlcədən təşəkkür edirəm.